Suriyada oxumasan, düzdür? Bax, ərəbcəsini oxuyuram. Əl-Həcc əşhurun məlumat deyir, düzdürmü? Məlum aylardadır, düzdürmü? Ərəbcəsində başqa bir misal verə bilmərik ki, bu gün həcc neçə aydadır? Bircə aydır. Qurana ziddi deyil. Məlum aylardadır. Ərəb dilində də ay 2 də yox, 3 sayılır. 3 aydadır minimum. Hanı o 3 ay? Buyurun, Qurana ziddi deyil. Biz başqa məsələyə gələcəyik ona. Yəni söhbət ondan gedir ki, həcc ibadətinin yerinə yetirilməsi ilə bağlı, forması ilə bağlı sizin dediyiniz o məsələlər peyğəmbərin sünnəsinə əsasən formalaşdırılır. El-həccu əşhurun məlumat. Yəni həcc, el-həccu konkret olaraq deyir, həcc əşhurun məlumat. Yəni həcc məlum aylardır. Yəni bilinən aylardır. Yəni elan edilən aylardır. Yaşad məni çox gətirdiydi. Məsələn, deyir ki, ayədə deyir ki, el-həcc əşhurun məlumat. Həcc məlum aylardır. Niyə ancaq deyir filan Zilhiccə ayında eləyirsiz deyir hacı? Məlum aylar hansılardır? Sonra izahat verilməyəli bilinsin. Bəli, çox gözəl. Yenə Allah deyir ki, məlum aylardır. O məlum ay Quranda yoxdur. Məlumdursa, hansı məlum? Deməli bu məlumu bildirən var. O da Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdir. Deyib ki, Şəvval ayı, Zilqadə ayı Zilhiccənin ilk 10 günüdür ki, bu məlum aylar budur. Sonra Rəşad Əmir deyir ki, niyə bir ayda həcc edirsiniz? 3 ay azı cəmin azı 3 ayda axı. Bunu da deyim. Ayə deyir ki, fəmən farada fihinnəl həcc. Kim bu aylarda, o aylardan hacca niyyət eləyərsə, mənası budur ki, məsələn, mən hacın dövründən 7 ay qabaq gedib Məkkədə oturum ki, hacca gəlmişəm, düz deyil. Ən az uzağı 3 ay qalmışdan ayə deyir ki, fəmən farada fihinnəl həcc. Kimsə o aylarda hacca niyyət eləyərsə, davam var ayəni. Yəni budur ki, bu insan özü Manchester şərh eləyir ki, o dövrün necə anlar onu eləməlidir. Bu insan da o dövrdə Allah Rəsulu deyir ki, 3 ay budur. Quran deyir ki, məlum aylardır Quranda. Gətirsin görək məlum ay nədir? Yox ki, misal üçün, Rəşad Əmir deyir ki, hac niyə bir gündür? Altı Quranda deyir ki, Yevmul Həccil Əkbar. Uca Allah Quranda deyir ki, Yevmul Həccil Əkbar. Böyük hac günü. Böyük hac günü bir gündür. O da Arafat günü olanda hacın əsasıdır. Allah Teala Yevmul Həccil Əkbar deyir. Yəni bunu açıqlama verdi. Necə ki biri demişdi cümə günü niyə 5-ci gün olur, 4-cü, 3-cü gün salaşı tıxac olmasın. Eyni bu da o sözü deyir. Sonra baxmışdı. Bəli, olmuşdu. Hətta elə özü də o sözü lağ edib. Mənim yanımda o sözü lağ edib belə demişdilər. Deməli Turan bəy, mütləq olaraq bizə açıqlamaq lazımdır. Necə ki, konstitusiyanın əsasnaməsi, məcəlləsi və s. var.